Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyina Muhammedin ve ala alihi ve sahbihi ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Əmmə ba'd. Deməli, qardaşlar, götürdüyümüz bu kitab Şeyx Abdülqadir Atasufi Hafizahullahın firqələr haqqında olan kitabıdır. Muqaddimatun fil firaq vel iftiraq. Firqələr və parçalanmalar haqqında girişlər. Bu çox gözəl bir kitabdır. Bu kitabda şeyx müasir və qədim firqələrdən bəhs edib, onların yaranma səbəbləri, tarixləri, onların İslam dinində gətirdiyi fəsadlar və s. Bu şeylər haqqında bəhs edib və bu da çox mühümdür. Yəni günümüzdə ən mühüm məsələlərdən biri budur. Ümmətin parçalanması, firqələrə bölünməsi və bunun səbəbləri və müalicə yolları. Və biz yəni bunu öyrənirik ki, bundan salamat qalaq. Yəni öyrənməyimizin səbəbi odur ki, bu firqələşməyə düşmək. Çünki bu artıq baş vermiş olan bir işdir. Ona görə nə etmək? Biz bu bilməliyik ki, uzaq duraq. Birinci məsələ odur ki, bəşəriyyətdə cəmaat əsildir. Parçalanma isə sonradan çıxmış bir yenilikdir. Yəni Allah Azza və Cəllə insan oğlunu yaradanda, Adəm əleyhissalam və onun nəslini, onları bir cəmaat üzrə yaradıb. Bir din, bir haqq üzrə yaradıb. Parçalanma isə sonradan baş verib. Və həmən bu birlik və bərabərlik, bir din üzrə, bir haqq üzrə belə deyək ki, insanlar 10 qarn davam ediblər, 10 əsr. Adəm əleyhissalamdan Nuh əleyhissalama qədər. Adəm əleyhissalamdan Nuh əleyhissalama qədər olan insanlar bir cəmaat, bir toplum üzrə olublar. İndi rəvayətlərdə gəlir ki, Adəm əleyhissalamla Nuh əleyhissalam arasında 10 qarn olub. Aşratu qurun, yəni 10 əsr. İndi bəzi alimlər deyiblər ki, buradakı əsrdən nəzərdə tutulan məhz 100 ildir. 100 ildir. Bəziləri isə deyiblər ki, bu cehildir, yəni nəsil. Dəqiq isbatı yoxdur ki, bu 100 ildirmi, yoxsa bir nəsildirmi? Amma Adəm əleyhissalamın yaşına gəldikdə, rəvayətlərdə gəlir ki, o 1000 il yaşayıb. Daha doğrusu da budur ki, bu Adəm əleyhissalamla Nuh əleyhissalam arasındakı olan o 10 əsr və ya 10 nəsil Adəm əleyhissalam ömrü ilə bərabərdir, yoxsa ölümündən sonra? Bu daha doğrusu Allahu aləm. Odur ki, ölümündən sonra. Yəni Adəm əleyhissalam nə qədər yaşayıbsa yaşayıb, rəvayətlərdə gəlir ki, 1000 il yaşayıb. Sonra Adəm əleyhissalamın vəfatından sonra Nuh əleyhissalama qədər 10 əsr ərzində insanlar haqq üzərində olublar. Yəni Adəm əleyhissalamın zürriyyəti. Və bunun da dəlili nədir? Bəqərə surəsi 213-cü ayədə Allah Azza və Cəllə buyurur ki: "Kənən nəsu ummeten vahideten feba'asallahu nebiyyinə mübəşşirin və munzirin və ənzələ ma'ahumul kitəbə bil haqqi liyəhkumə beynən nəsi fīmə ixtələfu fih." İnsanlar bir ümmət idilər. Bir din üzərə idilər. Daha sonra Allah Azza və Cəllə peyğəmbərlər, müjdələyənlər və çəkindirənlər göndərdi və onlarla bərabər haqla kitab endirdi ki, onların ixtilaf etdikləri məsələlərdə onların arasında, yəni insanlar arasında hökm versinlər. Haqla hökm versinlər. Deməli, nə olub? Bu nə vaxt baş verib? Artıq Adəm əleyhissalamdan Nuh əleyhissalama qədər haqq üzrə davam ediblər. Nuh əleyhissalamın zamanında parçalanma baş verir. İnsanlarda şirk və s. ortaya çıxır. Ondan sonra Allah Azza və Cəllə peyğəmbərlər göndərir və onlardan birincisi də Nuh əleyhissalam olur. Gəlir, neynir? İnsanları ixtilaf etdikləri məsələlərdə onlar arasında haqla hökm verir. Və bu beləcə daha sonra ta Muhammed sallallahu aleyhi və səlləmə qədər beləcə davam edir. Bir ümmətin bilgi alimi olan Abdullah ibn Abbas radiyallahu anhuma deyir ki, bu ayənin təfsirində Kənə beynə Ədəm və Nuhin 10 qurun kulluhum aləl İslam. Adəmlə Nuh əleyhissalam arasında 10 əsr olub və onlar hamısı İslam üzərində olublar. Yəni haqq üzərində olublar. Yəni İslam dini Allah Azza və Cəllə yer üzərinə göndərdiyi yeganə dindir. Və Allah qatında da qəbul olunan yeganə din İslam dinidir. İnnəd-dinə indəllahil İslam. Allah qatında qəbul olunan din yalnız İslamdır. Elə insanlar olur ki, elə başa düşürlər ki, İslam dini Muhammed sallallahu aleyhi və səlləm gətirdiyi dindir. Əvvəlki dinlər isə fərqli olub. Musa əleyhissalamın öz dini olub, İsa əleyhissalamın öz dini olub, İbrahim əleyhissalam və s. belə düşünürlər. Xeyr elə olmur. Hamısı İslam dini olub. Allah Azza və Cəllə bütün insanların yaradıcısıdır. Onların hamısına dini göndərən Allah Azza və Cəllədir və bu dinin adı İslamdır. Yəni təslimiyyət. Təslimiyyət dinidir. Bu dinin özəyi olan, əsli olan tövhid
hamısında əsas tələb olunan məsələ olub. Əsas tələb olunan məsələ. Amma şəriətin bəzi təfsilatlarında müəyyən zamandan zamana fərqlər olub. Məsələn, oruç tutmanın qaydası, ibadətlərin qaydaları. Amma Allaha ibadət etmək, ona heç bir şeyi şərik qoşmaq məsələsi isə bütün zamanlarda, bütün peyğəmbərlərin gətirdiyi şəriətlərdə nə olub? Əsl olub, əsas olub. Bəli, eyni olub. O da adı nədir? İslam. Onun adı İslam olub. Yəni, Adəm əleyhissalamın tabi olduğu din də İslam olub. Nuh əleyhissalamın da, İbrahim əleyhissalamın da və digər Muhammed sallallahu aleyhi ve sellemə qədər bütün peyğəmbərlərin dəvət etdiyi din İslam dini olub. Yəni, təslimiyyət dini. Nəyə təslimiyyət? Allaha təslimiyyət. Allahın vahdaniyyətinə təslimiyyət. Onun tövhidinə təslimiyyət. Allahı təkləşdirmək. Bütün peyğəmbərlərin dəvət etdiyi bu olub. Birinci şirk olmuyor. Birinci tövhid olub. Tövhid olsa birləşmə olub. Bax. Tövhid varsa birləşmə var. Tövhid olan yerdə parçalanma yoxdur. Ona görə Adəm əleyhissalamdan Nuh əleyhissalama qədər parçalanma olmuyor. Amma sonra Nuh əleyhissalamın zamanında Nuh əleyhissalamın qövmünün içərisində şirk baş verib və parçalanma bundan sonra baş verib və Allah azza və cəllə peyğəmbərləri göndərib ki, onların ixtilaf etdikləri məsələlərdə haqla hökm versinlər. Bax, Əl-Bəqərə surəsi 213-cü ayədə bildirdiyi kimi. Və sonra sonuncu peyğəmbər olaraq Muhammed sallallahu aleyhi ve sellem Allah azza və cəllə göndərib bütün insanlığa və hətta insanlar və cinlərə və bu da Allah azza və cəllədən bir rəhmətdir. Və onları birləşməyə, cəm olmağa, haqq üzərində bir olmağa çağırıb. Peyğəmbər sallallahu aleyhi və səlləm bizdən əvvəlki ümmətlərin parçalandığını, özləri aralarında firqələrə bölündüklərini xəbər verib və bizim ümmətin də parçalanacağını xəbər verib. Və hədislərdən biri Muaviyyə radiyallahu anhudan gələn hədisdir. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bizim içərimizə durdu və dedi: Ələ innə mən qabləkum min əhlil kitab iftərəqu alə 72 millə. Bilin ki, sizdən öncəkilər, kitab əhli, sizdən öncə kitab verilənlər, sizdən öncəki kitab əhli 72 firqəyə bölündülər. Və innə hədihil ümmə sətəftəriku alə 73. Və bu ümmət isə 73 firqəyə bölünəcək. Sintani və 70 finnər, bunlardan 72'si oddadır və vahidətun fil cənnə. Biri isə, sadəcə biri isə cənnətdədir. Və hiyyəl cəmaə. Və o cənnətdə olan da deyir cəmaatdır. Bax, fikir ver, hədisin əzəmətliyinə bax. Və hiyyəl cəmaə. Və həmən o bir dəstə də cəmaatdır. Və innəhu səyəxrucu min ümməti əqvamun təcəra bihim tilkəl əhvə. Mənim ümmətimdən deyir, elə qövmlər çıxacaq ki, onların arasında həmən bu havalar, həmən bu nəfsi istəklər, bidətlər onların arasında cərəyan edəcək. Kəmə yətəcəral kələbu bi sahibi. Lə yəbqa minhu irqun və lə məfsilun illə daxalə. Onun elə bir damarı olmayacaq ki, elə bir oynağı olmayacaq ki, oraya o girməsin. Yəni, o quduzluq xəstəliyinə bənzədir Peyğəmbər sallallahu aleyhi ve sellem həmən bu parçalanmaları, həmən bu bidətləri, firqələşmələri. Necə ki, o quduzluq xəstəliyi insanın bütün orqanlarına yayılır, bütün damarlarına, bütün oynaqlarına yayılır. Deyir, həmən o parçalanma xəstəliyi də nə olacaq? Ümmətimin içinə bax, belə yayılacaq. Deməli, burada nəyə bənzədir Peyğəmbər sallallahu aleyhi ve sellem? Bidəti quduzluğa bənzədir. Allah qorusun. Bu cür artıq bidət xəstəliyi ilə xəstələnən bir toplum da və bir dəstələr də artıq necə ki o quduzluq xəstəliyinə tutulmuş insan və heyvan müalicə qəbul etmir və onun ölümünə səbəb olur. Vaxtında, yəni üstünə düşməyəndə artıq o xəstəlik onun bütün bədəni yayılandan sonra müalicəsi olmuş. Və bəli, onun da alimlər izahında gətirir ki, yəni bu quduzluq xəstəliyi elə bir xəstəlikdir ki, susuzluyur bədən, amma su içmir. Susuzluqdan su içə bilmir. Susuzluqdan bədən tələf olur. Və bu bidətlər də bax elədir. Və Peyğəmbər sallallahu aleyhi ve sellem həmən o bidət firqələri nəyə bənzətdi? Quduzluğa bənzətdi. Və nəticədə yəni həmən insanı onu nə edir? Məhv edir. Əqidəsini məhv edir, dinini məhv edir. Və onun hətta cəhənnəmə düşməsinə səbəb olur. Quduz insanın suya ehtiyacı olduğu kimi, quduz heyvanın suya ehtiyacı olduğu kimi, onun da haqqa, vəhyə, Quran və sünnəyə ehtiyacı var, amma qəbul eləmir, ondan qaçır və nəticədə onun həlakına səbəb olur. Gördüyünüz kimi Peyğəmbər sallallahu aleyhi ve sellem bu hədisdə bizə nəyə xəbər verdi? Yəni, ümmətin ixtilafa düşəcəyindən xəbər verdi. Və onların ixtilafa düşməyi səbəbi də
Quran və sünnəyə müxalif olduqları üçün. Yəni Quran və sünnəyə müxalif olduqları üçün ixtilafa düşürlər, nəticədə parçalanırlar. Deməli bunun da qurtuluş yolu nədir? Ancaq Quran və sünnəyə tutunmaqlandır. Quran və sünnəyə qayıtmaqla bir qövmin və ya bir toplumun və ya bir şəxsin yəni batildən haqqa yönəlməsinə, azmaqdan hidayətə yönəlməsinə səbəb ola bilər. Başqa cür yol yoxdur. Mütləq Quran və sünnəyə tutunmalıdır. İbn-i Qayyim rahimehullah buyurur ki: "Fəl-alimuna billahi və kitabihi və dinihi arafu sabilal mu'minin ma'rifatan təfsiliyyə." Həqiqətən Allahı, onun kitabını və onun dinini bilənlər möminlərin yolunu təfsilatlı bir şəkildə bilirlər. Möminlərin yolunu. Və səbiləl mucrimin ma'rifatan təfsiliyyə. Və eyni zamanda bununla yanaşı mücrimlərin, günahkarların da yolunu təfsilatlı bir şəkildə bilirlər, dəqiqliyinə. Onlar üçün deyir: "Fəstəbənət lehumus səbilən." İki yolun ikisi də tam aydındır. "Fəhəulai a'lamul xalq və ənfa'uhum lin-nasi və ansahahum lehum." Və bu cür insanlar deyir, insanların ən bilgiləridir, ən çox bilənləridir və insanlara ən faydalı olanlarıdır. Və onlar üçün ən çox xeyir istəyənlərdir. Və humul ədillətul hudə. Və bunlar bu cür insanlar nədir? Haqqa dəvət edən insanlardır. Yəni doğru yola yönəldənlərdir.